Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. CBC Sport'a baxırsınız. Ay Həkim efirdədir. Studiyada doktor Tutu Zeynalovadır. Bugün növbəti maraqlı qonağımızla maraqlı mövzunu müzakirə edəcəyik. Qonağımız tibb elmləri namizədi, doçent, həkim pediatr, doktor Nigar Hacıyevadır. Amma bugün biz həm mövsümi xəstəliklərdən danışacağıq, çünki yaz aylarındayıq və bu aylarda uşaqlarda sıx gördüyümüz xəstəliklərdən danışacağıq və xüsusilə də vurğulayacağıq allergiyaları. Çünki kifayət qədər çox valideynlər var ki, indi bizi izləyirlər və uşaqlarını həkim gəzdirirlər, amma bu allergiyalara çarə tapa bilmirlər. Bilmirəm, bəlkə doğru yerdən girmirlər məsələlərin həllinə. İstənilən halda bütün bunları açıqlamanı doktor Nigar Hacıyeva verəcək. Xoş gəlmişsiniz. Çox şadam sizi təkrar studiyamızda görməyimə Nigar xanım və əminəm ki, bugün də tamaşaçılarımıza ötən verilişimizdə olduğu kimi çox faydalı məlumatlar verəcək. Ümumiyyətlə, yazda uşaqlar daha çox hansı xəstəliklərlə sizə müraciət edirlər? Axşamınız xeyir Tutu xanım. Yenə də təşəkkür edirəm dəvətiniz üçün və güman edirəm ki, bugün də maraqlı bir söhbətimiz olacaq. Fəsil söhbəti gələndə, yaz söhbəti gələndə təbii ki, ilk növbədə allergik xəstəliklər ağlımıza gəlir, amma fəsildən asılı olmayaraq hər bir xəstəlik qeyd oluna bilər təbii ki. Və allergiyalarda, yəni burada hansı uşaqlar, necə olur ki, uşaqların bir qismi allergik olur, bir qismi isə nə yesə də, yəni heç nədən asılı olmayaraq allergiya kimi problemi uşaqlığın bütün dövründə yaşamır. Yəni bunlar nəyə bağlıdır? Burada genetik faktor mu rol oynayır? Yoxsa hər birimizin nəyəsə allergiyası var, bundan xəbərimiz yoxdur? Çox yaxşı və maraqlı sualdır və əslində qəbulda valideynlər də dərhal bu sualı həkimə ünvanlayır. Təbii ki, genetika vacibdir. Elə bir faktlar var, araşdırmalarla təsdiq olunan, misal üçün bir valideyndə hansısa bir allergik xəstəlik var, o zaman hardasa 40% ehtimalla onun övladlarında olacaq ya həmən, ya tam fərqli allergik xəstəlik. İki valideyndə allergik xəstəliklər varsa, bu faiz 60-a qalxır. Hər bir övladda ola bilər, ya hər birində olmaya bilər, amma 60% kifayət qədər yüksək faizdir. Və misal üçün illər getdikcə, kim uzun illərdir həkim təcrübəsinə malik olan insanlar təsdiqləyər bunu ki, qabaqlar deyəndə ki, mən bir 30 ili öncəsini nəzərdə tuturam, bu qədər yox idi allergik xəstəliklər. Nəyə bağlayırsınız bunu? Ekologiyaya, biz qəbul etdiyimiz suya, yeməklərə, qida qatqı maddələrinə. Bəli, o qədər kimyasalla, misal üçün bizim babalarımız, nənələrimiz uşaq olanda heç kontaktda olmurdular. Bəli, təmasda olmurdular. Amma bizim övladlarımız daha çox kimyəvi tərkibli maddələrlə təəssüflər ki, həm havada, həm yeməkdə, həm suda əlaqədədirlər və təbii ki, genetika. Genetika çox güclü bir məqamdır. Bəzi testlər var, onlarla biz müəyyən dərəcədə düşünə bilərik ki, misal üçün cüzi bir allergik problem körpəlikdə, o gələcəkdə asmaya ya hansısa ciddi bir prosesə çevrilə bilərmi, ya yox, bu da valideynləri adətən narahat eləyir. Genetikada varsa, ailədə, digər uşaqda, daha böyük bacısında ya qardaşında, atasında, anasında bu cüzi problemin gələcəkdə ciddi bir problemə çevrilməsi ehtimalı daha çoxdur. Amma körpəlikdə cüzi bir, misal üçün səpkidən danışıram. Çoxlu uşaqlarda 1 yaşa qədər hansısa bir yeməyə mi qarşı, ya ana südünü alanda ana nəsə yeyib səpiblər. Amma genetikada elə güclü allergik xüsusiyyət yoxdursa,
çox güman ki, bu uşaqda 30 yaşına da çatanda heç vaxt allergik proses olmayacaq. Amma 100% əminliklə təbii ki, onu deyə bilmirəm. Aha, bu körpəlikdə dediyiniz bu diatezmi nəzərdə tuturuq? Bəzi uşaqlarda olur, yanaqlar qızarır, sonra başlayır qabıq verməyə. Deyirlər ki, uşağın diatezi var, yəqin nəsə yemişsən. Bundan gedir söhbət yəqin ki, ananın yediklərindən. Bəli, biraz diatez köhnə termindir. Diatez Sovet ədəbiyyatında bir meyillik deyilən bir termin idi. İndi konkret diaqnozlar qoyulur. Qida allergiyası, atopik dermatit və s. və s. Amma siz dediyiniz əlamətlər elə həmən bir məsələdir. Belə bir maraqlı sual gəldi mənim ağlıma. Körpənin ana südünə allergiyası ola bilərmi? Təbii ki, yox. Amma ana südü ilə ana yediyi məhsullar uşağa keçirsə, allergik reaksiya verə bilər və bəzən çox çətin olur səbəbkar faktoru tapmaq. Analar ciddi pəhrizdədirlər, yorulurlar həqiqətən, amma süd vermək istəyirlər. Çünki südün çox böyük faydaları var. Biz ötən verilişdə məncə onu çox geniş müzakirə elədik. Çətinlik çəkdiyimiz hallar olur müəyyən pasiyentlərlə. Misal üçün, uşağın pomidora allergiyası varsa, ana pomidor yediyi zaman uşaqda biz səpgilər müşahidə edəcəyik. Bəli, amma bunu tapmaq elə də asan olmur və bunun 100% əminliklə diaqnostikası da yoxdur. Müəyyən bir allergik testlər var, amma onlar təəssüflər ki, 100%lik deyil. Onlar bir istiqamət verəcək həm ailəyə, həm həkimə. Bir çox insanlar laktozu tolerə edə bilmirlər, həm də uşaqlarda və onlara laktozsuz süd tövsiyə edirlər, ümumiyyətlə süd məhsullarından uzaq durmağı tövsiyə edirlər. Bu da yəqin ki, allergiyalara aiddir və ya məsəl üçün gluten həssaslığı var, glutenə qarşı allergiyası var. Bu artıq çölyak xəstəliyidir, celiaki xəstəliyidir. Yəni burada rast gəlmə sıxlığı necədir uşaqlarda süd və glutenə qarşı həssaslıq? Çox maraqlı məsələdir. Bunu məncə biraz aydınlıq gətirim. Laktozadan başlasaq, südə qarşı allergiya olanda bu laktoza ilə bağlı deyil. Bu südün zülalı ilə bağlıdır. Laktoza karbohidratdır, amma allergik olan zülaldır. Ümumiyyətlə, allergik prosesi orqanizmdə törədən əksər maddələr zülal mənşəli olmalıdır. Ya zülal mənşəli olmasa da bədəndə zülalla birləşərək allergik məhsul kimi tanınır. Laktozaya dözümsüzlük reallıqda bu çox nadir haldır. Səhv etmirəmsə, ümumi, yəni insan əhalisi arasında 0,1% təşkil edər ya yox. Real laktoza çatışmazlığı genetik, yəni bu ferment yoxdur ki, laktozanı parçalasın və fürsətdən istifadə edərək bunu qeyd etmək istəyirəm ki, bizdə təəssüflər ki, əsassız olaraq laktozasız qarışıqlar təyin olunur. Əslində onlara göstəriş həqiqi laktaza çatışmamazlığı. Laktaza fermenti. Laktaza fermentdir, laktoza karbohidratdır. Reallıqda bu çox nadir haldır. Onda belə çıxır ki, bugün hər yerdə hamı, elə böyüklər də mənə hətta kofe sifariş edəndə deyir, laktozsuz südlə gətir. Bu o zaman dəbdir, bir trendə çevrilib. O qədər laktoz intoleransı olan insan belə çıxır ki, yoxdur, əgər 0,01%dirsə. Çünki bəziləri deyir ki, bu faiz 0,1 yox, dünya əhalisinin 70%-də laktoz intoleransı var. Yoxsa bunlar başqa şeylərdir? Burada mən uşaq və böyükləri ayırmaq istərdim. Dediyim faiz körpələrə aiddir. Amma insan yaşlaşdıqca adətən 40+. Laktaza fermenti azalmağa başlayır. Ona görə siz dediyiniz məqamlar böyük yaşlı insanlarda baş verəndir. Yəni körpəlikdə olmasa belə, böyüdüyümüz zaman bu problemlə qarşılaşa bilərik. Bəli, onun müəyyən bir analizi var. Səhv etmirəmsə bizdə onu etmirlər, amma orada çox asan bir prinsipdir. Laktozlu tərkibli yemək verilir və nəfəs vermədə hidrogenin səviyyəsi ölçülür. O yüksəkdirsə, deməli bağırsaqda onu parçalamaq bir problemdir. Ondan sən təsdiqləyirsən, amma o analizi etməsən də bəzi insanlar özləri onu bilir. Amma bu böyük insanlardan danışıram. Uşaqlıq dövründə bu çox nadir haldır. Misal üçün pendir yedi, qatıq yedi və diskomfort yaşayır. Köp olur,
qaz yaranır. İshal olur bəzi insanlarda. Ola bilər, bəli. Onunla o testi etmədən də sadəcə anlamaq olar və o insanlar misal üçün pendir çox sevirlər, hardasa olurlar, yemək istəyirlər. O zaman laktaza enzim deyilən bir sadə tablet var. O fermenti qəbul eləyirsən və laktoza tərkibli qidaları İstifadə edə bilirsən. rahat istifadə edə bilərsən. O heç bir ziyanı, problemi yoxdur. Amma körpələrə biz qaydırıqsa, mən o laktozasız yeməkləri vurğulamaq istəyirəm. Bir də ki, onlara uşaq qidaları, bəli, əsassız təyin olunur bizim ölkəmizdə. Misal çəkim, ana südünün 70% laktozadır. Ən böyük hissəsi, deməli bu çox vacib bir maddədir. O uşağın inkişafı üçün, beyin inkişafı üçün laktozadan galaktoza yaranır, o beynin fəaliyyəti üçün lazımdır. Laktoza özü bağırsağın faydalı üçün bir yemdir, sadə desək, substratdır. Ona görə laktozasız qida üçün əsas, yeganə ciddi əsas o galaktozemiya xəstəliyidir. O da genetik xəstəlikdir. O da tez-tez rast gəlinir. O zaman həzm edə bilmir laktozanı uşaq. Bəzən onu təyin eləyirlər ishalda. İshal zamanı, misal üçün virus infeksiya. Uşaqlar tez-tez ona tutulur. Qusur, qarnı gedir, qızdırması olur, amma bu müvəqqəti haldır. Və infeksion prosesi olanda təbii ki, bağırsağın divarında bütün fermentlərin fəaliyyəti azalır. Amma bu müvəqqətidir. O infeksiya düzələndən sonra hər şey orada düzələcək. Və heç bir rəsmi, beynəlxalq, nüfuzlu təşkilatlar, o diareyanın müalicəsi protokollarını tərtib edənlər heç də söyləmir ki, mütləq laktozasız qida verəsiz. Verə bilərsiniz, elə söyləyirlər. Amma versəz də unutmamalısınız onu kəsməyə. Amma biz bu problemlə də rastlaşırıq. Həkim təyin eləyir bu qidanı, halbuki heç təyin etməyə bilərdi və kəsməsini unudur. Və uşaq həftələrlə, aylarla lazımsız yerə elə vacib laktoza adlanan maddəni almır. Belə bir sual gəldi ağlıma. Əgər deyək ki, ana və həkimlə qərar verdilər ki, uşaq laktozsuz qida versinlər və laktozsuz qidalanır, siz dediyiniz kimi aylarla. Sonra laktozsuz uzun müddət qidalandığına görə təzədən laktozlu qidalananda uşaqda narahatçılıq yarana bilərmi? Yəni biz özümüz onu provokasiya edə bilərikmi? Əslində olmamalıdır və ümumiyyətlə laktozsuz qida əksər uşaqlara lazım deyil. Galaktozemiya xəstəliyi istisna olmaqla. Və siz glutenə də toxundunuz. O da çox maraqlı məsələdir. Glutenlə bağlı 3 fərqli klinik hal var. Biri qeyd etdiyiniz çeliakiya xəstəliyi. Bizdə çölyak deyirlər türk sözündən. Bu ciddi genetik xəstəlikdir. İnsana o gen ötürülüb, çeliakiya geni və buğda məhsullarını qəbul eləyəndən sonra onun bağırsağında başlayır iltihab prosesləri. Və ona diqqət yetirməsək, o gələcəkdə bağırsaq xərçənginə qədər gətirib çıxara bilər. Çünki bu ciddi genetik xəstəlikdir, o silikli qişada hoflar azalır və s. Amma bunun diaqnostikası çox çətindir. Misal üçün biz bir il öncə 5 il qəbizlikdən əziyyət çəkən uşağa bu diaqnozu qoyduq. Amma bu problem 5 il var və heç kəsin ağlına gəlmir ki, bu çeliakiya ola bilər. Və maraqlı odur ki, onun spesifik simptomu yoxdur. Hamı düşünür ki, bu bağırsaq xəstəliyidir, mütləq ishal olmalıdır. Yox, elə deyil. Qəbizlik olan uşaqlarda da ola bilər və hətta ümumiyyətlə bağırsaqla əlaqəli olmayan simptomlar ola bilər. Baxmayaraq ki, bu bağırsağın xəstəliyidir. Məsələn, dumanlı beyin, elə bir termin var. Həmişə bir yorğunam, halsızam, ya ağlımda həmişə bir duman var, elə bir fikirlər söyləyir. Fikrimi bir yerə cəmləyə bilmirəm. Bəli. Ya, məsələn, həmişə qan azlığı var bu insanın və müalicəyə çox çətin tabe olunur. Düşünməlisən ki, burada çeliakiya ola bilər. Çünki nazik bağırsaqda sovrulur əksər,
mikroelementlər və celiakiya nazik bağırsağın xəstəliyidir. Ona görə bəzən düşünürlər biz kolonoskopiya edək, o heç bir nəticə verməyəcək. Çünki kolonoskopiya baxır yoğun bağırsağa. Amma celiakiya nazik bağırsağın xəstəliyidir. Ya başqa misal çəkim, uşağın böyüməsi zəifləyir. İnkişafdan geri qalır. Geri qalır deməzdim, çünki geri qalmaq üçün gərək nəticələr çox aşağıda olsun. Amma bu uşaq bir balaca həm yaşıdlarından kiçikdir. Və bəzən sadəcə valideynin bu bir dənə ifadəsi, nəsə bu çox zəif böyüyür. Həkimə bir siqnaldır ki, bunu bir celiakiyaya yoxlayaq. Diferensial diaqnostika. Və elə faktla biz bununla tapırıq. Misal üçün, qəbizlik və boydan bir balaca, çox incə dərəcədə geri qalma və celiakiya diaqnozu təsdiqlənir. Bu çox maraqlı xəstəlikdir. Onun diaqnostikası çox çətindir, amma müalicəsi çox asandır. Sadəcə heç bir dərman lazım deyil, orada xüsusi pəhrizdir. Bu glutenlə bağlı bir əsas, ciddi bir problem. Amma glutenə qarşı insan allergik ola bilər. Və gluteni sadəcə qəbul edə bilmir. Amma bu ciddi proseslər deyil, çünki bağırsaqda genetik problem yoxdur. Bağırsaqda o hovların atrofiyası yoxdur, Yəni elə genetik bir hal. defekt yoxdur. Sadəcə allergen kimi gluten pis təsir edir. Bir variant allergen kimi və allergen paneldə o bəzən çıxır. İkinci variant, üçüncü variant daha doğrusu bu nə celiakiyadır, nə allergiyadır. Sadəcə glutenə dözümsüzlükdür. Həssaslıqdır. Bəli. Gluten intoleransı. Ona görə bunların diferensiyasiyası bir bacarıq tələb edir. Ki biz bilək ki, Elə də burada asan dəqiq deyil. çölyaktır, yoxsa allergiyadır, yoxsa sadəcə həssaslıqdır. Çünki son zamanlar mən bu funksional tibb təhsili alanda orada bu məsələni ciddi müzakirə olunur əslində və xüsusilə Türkiyədə biz sosial mediadan da bilirik ki, xalqımız sevir türk həkimlərini izləməyi və s. Bəzən gəlirlər ki, necə siz məndən gluteni çıxartmayacaqsınız, rasiondan deyə bir tələb edirlər. Deyirəm ki, niyə? Gluten həssaslığın yox, allergiyan yox, çölyak deyilsə, bəs falan həkim sosial mediada dedi ki, gluten hamının rasiondan çıxarılmalıdır, heç kimə lazım deyil, uşaqlarınıza gluten verməyin. Ümumiyyətlə bu neçə il bundan qabaq sadəcə aclığın qarşısını almaq üçün gluten qatılıb qidalara, rasionumuza və xəstəliklərin başlıca səbəbi məhz glutendir və ümumiyyətlə mən uşağıma nə süd vermirəm, nə gluten vermirəm və belə bir nümunələr də gətirir bu həkimlər ki, bu da insanlarda da biraz çaşqınlıq yaradır, lazım oldu, olmadı, hamı gluteni rasiondan çıxarır və böyüklərdə o dediyim məsələ ki, gluteni çıxardım, sonra təzədən salonda lap da pis oldum, əvvəlkindən daha da pis oldum, şikayətləri yaranır böyüklərdə. İndi bunu birazdan müzakirə etməyə davam edərik. İcazənizlə biz reklamlara keçmədən öncə mən bizim sponsorlarımıza təşəkkürümü bildirim. Verilişimizin baş sponsoru Ştada şirkətidir və kalsium döyüş nikamet portağal dadlı çeynəmə tabletlərini sizə təqdim edir. Həm portağal, həm limon dadlı çeynəmə tabletləri mövcuddur. Kalsium və D vitamini defisitinin profilaktikası məqsədi ilə həmçinin kalsium və D vitamini defisiti riski olan pasientlərdə osteoporozun müalicəsi zamanı əlavə terapiya qismində kalsium və D vitamininin qəbulu üçün nəzərdə tutulmuş preparatdır. Kalsium döyüş nikamet 25 ildən artıq mövcuddur. Hamilələr və 3 yaşından yuxarı uşaqlar da istifadə edə bilər. Təşəkkürlər Ştada şirkətinə. Digər sponsorumuz idman həkimi Fərid Səlimovdur. Fərid Səlimov Böyük Britaniya təhsilli idman həkimidir və sizin xidmətinizdədir fizioterapevtik yanaşma ilə. Belə ki, diz, onurğa, çiyin, əzələ ağrılarına daha tez və müasir idman yanaşması ilə müalicə oluna bilərsiniz. 055-318-83-94 nömrəsinə zəng edib Fərid doktorla görüşməyiniz kifayətdir. Reklamlara baxırıq. Reklamlardan sonra yenidən studiyada olacağıq. Verilişin baş sponsoru Kalsi D3 Nikamet.